Eşitmisiniz deyirlər, Fatihlər tarixi yazarlar. Fatihlər həmişə də tarixi yazmazlar. Bəzən də üzr istəyirəm, tarixin içinə tarixində 4 dana məzarət kitabı yazılıbdı. Məzarət kitabı o kitablardır ki, Təbrizdə yaşayan, Təbrizdə ölən və Təbrizdə dəfn olub qəbri mövcud olan insanların gəliblər, həm hekayələrini anladıblar və həm də onların qəbrinin nişanəsini veriblər ki, onların adları və yadları yaddan çıxmasın. Bu kitablardan birincisi Rozatul Cinan və Cənnətul Cənandır ki, Səfəviyyə əvailində yazılır. İkincisi Rozəyə Əthərdir ki, Səfəviyyə əvəzəsində və Şah Abbas dönəmi yazılır. Üçüncüsü Mənzərul Ovliyadır və dördüncüsü Tarixi Oladul Əthardır ki, bu üçüncü və dördüncü Qacar dönəmi yazılır. Bu kitablardan ikisini müqayisə eləyəcəm. Rozatul Cinan və Cənnatul Canan və Rozəyə Əthar kitabı. Ki ikisi də Səfavi zamanı müntəha birisi əvailində və birisi də əvasitində yazılır. Və iki kitab qəşəng o zaman Təbrizdə nə cür ideoloji və məzhəbi baxış dəyişilir və dəyişdirilir Fatihlərin tərəfindən onu bizə anladır. Rozatul Cinan və Cənnatul Cinan kitabı Hafız Hüseyn Kərbəlayı Təbrizi qələmi ilə yazılır. Bu insan Ağqoyunlu dönəminin əvaxirində möhtəmələn dünyaya gəlir, ancaq dədəsi Həsən Padşah dönəmi ilə müasir idi. Özü Səfəvinin əvailində böyür, yetişir və özü yaxından şahiddir ki, nə cür Təbrizdə ideolojik təğyirlər yaranır və bu da əlbəttə onları təhəmmül eləyənmir və çoxlu zamanın ömrünün qürbətdə keçidir və axırda da Dəməşqdə qalır və Dəməşqdə Təbrizin uzaqlığının qəmi ilə orada dünyasını dəyişir və həmin yerdə də mədfun olur. Zatul Cinan Səfəvi əvailində yazılır və elə bir zaman yazılır ki, demə bəs o yazar istir və görür ki, bala-bala hər şey dəyişilir Təbrizdə və istir o Elxanlı dönəmindən və Qaraqoyunlu, Ağqoyunlu dönəmindən qalan mirası əlində saxlasın və qorusun və o miras da ki, əlbəttə bizim nümadin miraslarımızdır ki, Təbrizdə mədfun olan insanlardır. Müntəha Hafız Hüseyn fəqət onların hekayələrin və ya qəbirlərinin nişanəsini vermir. Bəlkə ittilaatının arasında biz tarixçilərə çoxlu dəyərli də tarixi ittilaatlar verir ki, əlbəttə onlar da nəqd olunmalıdır. Ancaq özünə görə də bir bilgilərdir ki, bizə gəlibdi, yetişibdi. Rozəyə Əthar kitabına gələndə, Rozəyə Əthar kitabı Şah Abbas dönəmində yazılır. Molla Məmməd Əmin Həşri Təbrizi adlı bir insan ki, Şah Abbas dərbarının məddahlarından idi və əsli qərəz budur ki, gəlsinlər Rozatul Cinanın üstünə ayrı bir tarix yazsınlar. Niyə? Çünki Rozatul Cinan əlbəttə ki, həm sufiyanə və həm sünniyanə bir baxışla yazılıbdır ki, əlbəttə Hafız Hüseynin təşəyyü təmayülləri də vardı və biz bunu anlarıq. Ancaq yenə də bunlar istəyiblər ki, kamilən Səfəvinin istədiyi təşəyyü gəlsinlər, o Rozatul Cənanın üstündə ayrı bir kitabda Təbrizin məzarlarını anladan bir kitabda anlatsınlar və təzədən Təbrizə tarix yazsınlar. Molla Məmməd Əmin özü bu iddiası vardı ki, Rozatul Cinan kitabı qarətə gedibdi. Ancaq da biz tarixçilərə də yox. Biz düşünürük ki, bu kitabı qoyubdu qabağına və onun üzündən yazıb və istəyibdi ki, bəzi bir şeyləri dəyişdirsin. Necə ki, ona tay 8 babı vardı, müntəha gəlibdi, o yerlər ki, Səfəviyyə sevmir, onları çox qəşəng halətdə həsf eləyibdi. Bu yeni kitabda yeni bir bilgilər vardı və yeni bir dəyişimlər vardı ki, mən onları sizə anladıram. Molla Məmməd Əmin fəqət bəzi şeyləri dəyişdirməyib. Bəlkə bəzi şeyləri və çoxlu şeyləri də qarışdırıbdı. Cümlədən bu ki tarixləri qarışdırıbdı. Vəfat tarixləri və ya doğum tarixləri və ya bir tarixi hadisənin tarixlərini o qədər qarışdırıbdı ki, eee, biz bəzən çox fahiş bir tarix görürük. Yəni vəsətdə görürsən ki, 400 il atlayıbdı o tərəf bu tərəfə. Ondan əlavətən gəlibdi bəzi yerlərin adını iştibah yazıb və bəzi şəxslərin adını da iştibah yazıbdı. Və bəzən Dədə Ömər kimin Təbrizdə dəfn olunan böyük sufilərdən gəlibdi əslən o Ömərin qəşəng həsf eləyibdi və ayrı bir ad veribdi o insana ki, Ömər adı gəlməsin. Və bunlarla da bitmir. O xanədanlar ki, Səfəviyyə baş əyməyiblər, Kullən onları kitabında həsf elir və bəzən də gəlir, bəzi müqəddəs yerləri İmamzada olaraq mərifə elir və oranın Kullən hüviyyətin və kimliyini dəyişdirir.
Cümlə Eynəli ki, Rozatul Cinanda da Hafız Hüseyn gəlir bunları iki zahid və sufi mərifə eləyir ki, orada dəfn olublar və sonra da deyir ki, belə bir ehtimal da var ki, Həzrət Əlinin oğlanlarıdır. Ancaq bunu nəqd edir Hafız Hüseyn. Vəli Molla Məmməd Əmin deyir ki, elə bir şeyimiz yoxdur ki, sufidirlər və zahiddirlər və Həzrət Əlinin onlar oğlanlarıdır və İmamzadadır orası. Əgər Rozatul Cinanın, bizə nüsxəsi yetişməsəydi və rəhmətlik Sultanı Quray tərəfindən təsnih olub indi çap halətdə də biz oxumasaydıq, əlbəttə ki, Rozai Əthar kitabı qalacaqdı. O kitab ki, tarixi vurub bir-birinə, tarixləri dəyişdirib, çox yanlış bilgilər veribdi bizə və əlbəttə ki, çalışıbdı ki, ideolojini dəyişdirsin və bu da əlbəttə ki, Şah Abbasın dərbarından çıxır və Şah Abbasın, ideolojisi da burda mühümdür. Necə ki, Heydər Təkyəsin ki, Şah Abbas yıxır, Rozai Ətharda bunu çox yararlı və müfid bir iş olaraq müərrif edir. Ancaq düşünməyək ki, bu işləri fəqət Şah Abbas görübdür. Əlbəttə bundan öncə və bundan sonra da bizim, gəliblər dərbara bağlı tarixçilərimiz və ya bir ideolojiyaya bağlı tarixçilərimiz çalışıblar ki, tarixi dəyişdirsinlər və öz istədikləri ya mafouqların istədikləri tarixi bizə yazıb və gələcəyə yetirsinlər. Ancaq, söz budur ki, burdakı Şah Abbasın iqdamı, Molla Məmməd Əminin iqdamı tarixi fəqət dəyişdirməyibdir, bəlkə tarixi qarışdırıbdır və bir də bunlar orda biraz müqəssir görünürlər ki, Təbrizi o Elxanlı dönəmindən, Ağqoyunlu, Qaraqoyunlu dönəmindən qalan o şükuhun, pozub, aradan aparıb və yeni bir tarixlə Təbrizi daha alçadıb və daha yüngül bir şəhər yaratmağa çalışıblar və budur ki, burda mühüm olur. Yoxsa Şah Abbas birincisi və Molla Məmməd Əmin də birincisi deyil ki, istəyibdi tarixi dəyişdirsin və ideolojini, yeni bilgilərdə gələcəyə yetirsin. Hər kitabı oxuyanda mütəvəccih olmalıyıq ki, bu kitabı kim yazıbdı, hansı dövrdə yazılıbdı və əlbəttə ki, Rozatul Cinan və Cənnatul Canan adlı kitabda da ideolojilər müşəxxəsdir. Ancaq biz ona daha çox güvənirik, və əlbəttə ki, onu da nəqd eləməliyik, çünki onda da əlbəttə sufiyanə ideoloji vardı. Ancaq, Rozai Əthar qədər də tarixi qarışdırıb və tarixin içinə Çox sağ olun, var olun. Mən Mehran Qazaniyəm. Eləyə bilərsiz mənim, YouTube kanalım və Instagram səhifəmi təqibə alasız. Çox təşəkkür edirəm. Burada tarixdən və daha öncə danışılmayan bilgilərdən danışırıq. Sağ olun, var olun.